Başladı. Salam aleyküm uşaqlar, necəsiniz? Düzdür, bu kanaldanca Brawl Stars videolar gördünüz. Dedim bu səfər klan liderimin hesabını tanıdım. Yəni görsünüz də bomba kimi hesabdır. Belə görsətim sizə. Setləri, mətləri. Yəni nə desəm var da hesabda. Həddindən artıq çox dolu hesabdır. Yəni belə baxdığınız zaman böyle 300 destansı olmasa da, amma hesab həqiqətən də öz sözünü deyir də. Böyle Bugatti'si, nə istəsən var hesabda. Böyle setləri görsədim, burada X-Suite zadı var. Nihailəri var. Bak, abi bunu heç vaxt üstündən çıxartmır da. Yəni bunu geyinir, bunu üstündən çıxartmağı bilmir klan liderimiz. Buradan salamlarımı yollayıram ona. Bu setdən əl çəkmir. Belə bir seti daha var nihai. Sonra bunlar Mythic'dəndir. Bunlar ama sarı mumya. Bu da zordu. Sonra maraqlı nələri var burada. Çox var, çox paltarı var. Ha, təzə gələn Gozlidlə bunu da alıb. İkisini də alıb. Deyəsən ikisini də verirdi. Burada da əfsanəvi paltarlar var. Bunlar ilginizi o qədər çəkməz. Apa, bu məsələn bu maraqlı bir paltardır. Sonra nə var maraqlılardan? Nadir nə var bu hesabda? Nadir. Məsələn bu nadir olmalıdır. Var, hesabda qəşəng şeylər də var. Yenə də şey edim. Abinin sevdiği mumyanı koyun. Tamam. Sonra kasklar. Oo. Nihai kaskı da var. Göşmüşmüş. Bunu mən şey bilirdim. Yani nihai set gələndə bunu mən başlıq olaraq bilirdim. Sonradan öyrənmişəm kaskdır. Armani kaskları da var. Abi bunu işlətir. Hələ ən yaxşısı elə budur. Başlıqlar belədir. Qəşəng başlıqlar da var. Məsələn, panda. Bu çox qəşəngdir. Bununla bir kombini edəsən. Görüm abi də kombinli nələr var. Bu olur məsələn, bu. Bu da bu. Bir dənə qəşəngdən kombini etdik. Yaxşı şalvarlar da var. Normal şalvarları var. Bu başqa məsələdir. Kombindir. Ən yaxşısı kombindir. Amma abi paltarlardan gəzir ancaq. Burada maraqlı nələr var? Ya açqıları o qədər şey deyil. Belə bir şey varmış. Zorludur nədir? Ben onda görmüştüm, bir tane film var idi. Onda da belə maska var idi. Maraqlıdır, yox, maraqlıdır. Silahları. Yox, silahların ən yaxşı şeydə görsədim. Atölyədə görsətərəm. Bura girək, maşınları var. Bu başqa məsələdir də, bu. Hesabın maşınları həqiqətən çox mükəmməldir. Özənlə yığıldı maşınları. Bak bunlar da qəşəngdir. Sonra burada nə var maraqlı? Əsas söhbətdə Bugatti. Bu arada mən bu maşından çox zəhləm yedirdi. Axır ki abi bu Bugatti'ni çıxartdı. Deyəsən buna onu cəzada tək atıb. Elə bir bəxti gətirib də. İndi onu da göstərərəm. Zor hesabdır da. Bugatti başqa söhbətdir. Sonra nəyi göstərdim? Fatihdir. Fatih olub. Bu sezon olub da deyəsən ha. Sonra. Koleksiyon şey, silahlar. Əsas söhbət.
Və buradan bizdə olanlar deyirik. Təzə M4 idi, o 5 səviyyəcən yüksəltib. Sonra M4-dür da. Sonra bunu yüksəltməyəcəm. Buna nə gərək var ki? Sonra AMR-dir. AMR 7 səviyyədir. Maraqlı. 4 səviyyə uzisi var. AUG var. Bu AUG məndə də var. Amma mən bir dənə malzəməm çatmır ki, bunu mən də şey edim, 3 səviyyə eləyim. 3 səviyyə də qəşəng görsən bir şey. M200 var. Maraqlı silahlar görsədim mən sizə ən yaxşısı. Bax, 7 səviyyə buz UMP. Ən zoru elə budur da. Buz M4-dən bu hesabda buz AK də olmalıdır. Dəqiqə. Bu da AK. Bunu da 6 səviyyədən deyəsən yüksəltəcəm, malzəmə birikdirir. Qəşəngdir. Bunu da yüksəltsə, buz M4 var onsuz da. Və bunlar da Skalli. Skalli 2 səviyyədir. Mən bax, budur ha. Deyirəm axı 4 səviyyə bir dənə Skallisi var idi. Bu Skalli də zordur. Hesab belədir, yəni bomba kimi hesabdır. Bəlkə maşınları sizə şeydə göstərəm. Öz maşın. Buradan var. Baş kristallara baxın. Bu kristalları mən ilk dəfə görürəm. Bu qırmızılardan daha öncə ki, məndə də var idi bu qırmızılar, amma bunlardan ilk dəfə görürəm. Yəni varlı hesabına girəndə belə olur da. Sonra istəsə bir dənə maşın ala bilər. Bu dostlar gəlmişdi. Niyə almayıb görəsən? Yəqin təzəsini yığır. Envanter doludur da, envanter doludur. Oha 30 dənə mi? Doludur ya bunun hesabı, çox doludur. Gəlin sizə Bugatti'nin ən yaxşı şeyi də göstərim. Əyləncə parkında göstərim. Əyləncə parkı nə idi bunun adı? Eğitim sahəsi nədir? Hesab özüdür də, yəni klan liderim də deyə demirəm. Hesabı həqiqətən də dolu hesabdır. Yəni çox hesabdan yaxşıdır. Ya 45 FPS cihazla mən görünə edirəm, video çəkirəm. Bu hesab var, bu hesabı 45 FPS-dən girməzlər. Bu hesab ən az 120 FPS-lik bir hesabındır. Yəni bir cihazında heç olmasa. Bax. Uf. Bu söhbət ayrı bir şeydir də. Senden biliyorum. Bomba kimidir də. Sonra bir dənə maşın var idi, o azlı olmalıdır. Hesabda maşınlar çoxdur. Belə zor maşınları var. Bunlar da belə görə. Sizə emojilər də göstərəcəyim. Ay. Bu başqa söhbətdir. Emoji. Belə edəcək. My tan line starts here. Hesaba bax. Hesabdır da yəni qardaş. Hesab öz sözünü deyir də. Zordur. Yəni maşın, bu iki maşın nə edirsən bədər. Yəni hələ digər maşınlarda da var bir dəqiqə. Nə var onun? Oy. Bu görüntü. Nə edirsən deyər də. Bir dənə belə edək. Bir dənə short videosu bəlkə çıxartdım buradan. Sizə emojilər göstərəcəydim. Bunu mən şeydim. Lobby'yə dönə emojilər də göstərdim. Emojiler.
Bax da, bu başqa məsələdir. Abi o qədər şey bilmir, emojilər bilmir, yəni hansı yaxşıdır, hansı pisdir. Ah. Bu adamdakı. Abi ancaq bax burada. Bunu geyinsin. Bunu da üstündən çıxartmaz heç vaxt. Haçan görək bu paltar üstündə çürüyüb amma ancaq geyinir də. Bu qədər gözəl paltarı var ki. Normal emojiler de var. Zor mesela. Bu başka mesele. Bu da klan liderimin hesabıdır. Yani bomba kimidir. Öz hesabımda o. Bir dakika, öz hesabımda görsədim. Mənim öz kasıb hesabımda görsədim. Bu da mənim kasıb hesabım. Bu həmin ağıldan 2 səviyyədə. Bunu aylardır ki, bir dənə səviyyəsini atlata bilmirəm. Yəni bu video belə idi. Dedim ki, bu səfər fərqli eləyim. PUBG Mobile videosu çəkimdə. Həm də artıq bu kanal PUBG Mobile videosu gəlsə belə gameplay bu çəkməyəcəm. Elə belə bir şey çəkməyəcəm. Maraqlı olsun deyə fərqli videolar çəkəcəm. Sizi öpürəm uşaqlar, özünüzə yaxşı baxın. Görüşmək üzere.